Əziz tədbir iştirakçıları, çox hörmətli şəhid ailələri, şəhid anaları, şəhid ataları, hər birinizi salamlayırıq. Allahdan rəhmət diləyirik bütün şəhidlərimizə. Allah inşallah yaxın əzizlərinə səbirlər versin. Artıq ənənəvi hal alıb ki, artıq bir neçə ildir ki, biz Gənclər Evi ilə yanaşı şəhidlərimiz unudulmasın deyə fərq qoymadan bütün şəhidlərimizin həyatı ilə bağlı silsilə tədbirlər həyata keçirdirik. Bu da növbəti bir tədbirimizdir ki, 1994-cü ilin iyul şəhidləri və 44 günlük müharibə zamanı şəhid olan Ərzuman Osmanovun xatirəsinə həsr olunub. Əvvəlcə xahiş edirik ki, inşallah qalxaq və şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Əvvəlcə çıxış eləmək üçün sözü Mingəçevir Gənclər Evinin rəsmisi Humay müəlliməyə vermək istəyirik. Əziz qonaqlar, dəyərli şəhid ailələri, analar, bacılar, gənclər, artıq demək olar ki, 6 ilə yaxındır ki, biz bura toplaşırıq. Sizlərin, bizlər üçün əziz olan şəhidlərimizin xatirəsini yad edirik. Biraz öncə Cavid müəllim video çarxlar qoyanda mən arxadan baxıram, neçə gəncin həyatı yarımçıq qalıb, çox təəssüf ki. Amma bugün bir şeyə sevinə bilərik ki, artıq onlar bizə bütöv Azərbaycanı bəxş eləyib və biz gənc olaraq, bir vətəndaş olaraq Azərbaycanın hər addımını, hər qarışını müqəddəs hesab eləməliyik, çünki orada bizim şəhidlərimizin qanı var və yarımçıq həyatları var və bugün biz istər beynəlxalq tədbir olsun, istər yerli tədbirlərdə olsun, çox qürurla deyə bilirik ki, biz Azərbaycanlıyıq, çünki biz onu şəhidlərimizə borcluyuq. Allah onlara rəhmət eləsin. Azərbaycan yaşasın, çünki Azərbaycan yaşadıqca şəhidlərimizin də ruhu şad olacaq və onlar bizim yaddaşımızda həmişə yaxşı şəkildə qalacaqlar. Çox sağ olun, təşəkkürlər. İndi isə sözü Mingəçevir İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Seymur müəllim Hidayətova vermək istəyirik.
Salam dəyərli şəhid ailələri, hörmətli tədbir iştirakçıları. Bugün həm də mübarək cümə günüdür. Fikir versəniz, biz demək olar ki, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirləri əksəriyyət vaxtı cümə gününə təsadüf edir. Və bugün də biz istər 1-ci Qarabağ müharibəsi şəhidləri Vaqif Zeynalov, Amil Məmmədov, Azər Mustafayev, Mübariz Yusifov və eləcə də Vətən müharibəsi şəhidi Arzuman Osmanovun bugünkü gündə əziz xatirəsinə xatirəsini anırıq, onları yad edirik, ruhlarına öz dərin ehtiramımızı bildiririk və Allahdan şəhidlərimizə rəhmət diləyirik, yaxınlarına səbir diləyirik. Müqəddəs Quran-ı Kərimin Ali İmran surəsinin 185-ci ayəsində deyilir ki, hər kəs ölümü dadacaqdır. Ancaq, lakin qiyamət günü siz onun tam mükafatı sizə veriləcəkdir. Demək olar ki, bugün biz bu ayəyə də baxdıqda görürük ki, həqiqətən bu həyat fani bir həyatdır, bir aldadıcı bir həyatdır. Surədə, ayədə deyilir ki, bu aldadıcı bir gerçək, belə deyək, həvəsdən başqa bir şey deyildir. Ancaq bu nə qədər fani, nə qədər keçici olsa da görünən odur ki, bugün biz bu torpaqlarımızın azadlığı uğrunda, bu müstəqilliyimiz uğrunda neçə gənclərimizi bu yolda şəhid verdik. Bugün burada əyləşən ailələrdən neçə belə deyək, ailənin evladı, kimlərinsə həyat yoldaşı, kimlərinsə atası, qardaşı o döyüşlərdə öz canını fəda etdi. Və biz bir vətəndaş olaraq əlbəttə ki, onları heç vaxt unutmamalıyıq, daima yad etməliyik və xatırlamalıyıq. Ruhlarına öz ehtiramımızı bildirməliyik. Bugün inanmam ki, bu tədbirdə heç kimi məcbur bu tədbirə də belə deyək, gətirmirlər. Sadəcə dəvət edirlər və insanlar bu tədbirdə həqiqətən istəyərək iştirak edirlər. Bu da bir, deyirəm, o ailələrə olan bir hörmətin bir nümunəsidir. Allah hər birinə rəhmət eləsin və qeyd edim ki, elə bir neçə gündən sonra bizim müstəqillik gününü qeyd edəcəyik. 28 may bildiyiniz kimi müstəqillik günü Respublikada qeyd olunacaq. O, düzdür, 1918-ci ildə Şərqdə ilk demokratik Respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə, yəni İstiqlal bəyannaməsi ilə, qəbul edilməsi ilə belə deyək, yaranıb. Amma əvvəllər bu günü biz Respublika günü kimi qeyd edirdik. Artıq 2021-ci ildən, yəni Vətən müharibəsindən sonra bu gün müstəqillik günü kimi qeyd edir. O müstəqillik ki, o müstəqillik uğrunda minlərlə can qurban oldu. Hansı ki, bizim dövlətimizdə də qeyd olunduğu kimi, düzdür, nə qədər belə ifadə etsək də, sözdə bəlkə də asan gəlir, amma həqiqətən də bu bir sarsıntıdır, bir itkidir. Yəni, bununla təbii ki, günümüz nə qədər xoş keçsə də, yəni sizlərin də, bizlərin də, ancaq müəyyən məqamlar gələndə hər kəs sarsılır. Kəş ki olmazdı, amma ki 30 ildən artıq belə deyək, səbr etdik. Yəni bunun yeganə çıxış yolu müharibə idi. Yəni müharibə yoluyla da bu məsələ öz həllini tapdı. Allah hər birinə rəhmət eləsin, diqqətiniz üçün sağ olun. İndi isə söz verilir Azərbaycan Qarabağ Əlilləri, Veteranlar, Şəhid Ailələri İctimai Birliyinin sədri Əlğa müəllimə. Çox sağ olun Zavit müəllim. Mən də hər birinizi salamlayıram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Yəni bu tədbirlərin keçirilməsi hər birimiz üçün vacibdir. Ona görə ki, hər birimiz informasiya daşıyıcıyıq. Hər birimiz evimizdə əgər bu film haqqında, bu tədbir haqqında danışsaq, bu özü böyük bir informasiya mənbəyidir. Yəqin ki, orta məktəbdə oxuyan, ali məktəbdə oxuyan qohumlarımız mı, övladlarımız mı var? Yəqin onlar da çatdıracaqlar ki, belə tədbirlər keçirilir. Mən də həm də təmsil elədiyim təşkilat adından bu iki gəncə özlərim minnətdarlığımı bildirirəm. Sözün həqiqi mənasında yəqin özünüz görürsünüz də, bunlar çox böyük əziyyət çəkirlər. Allah onların əziyyətlərini itirməsin. Yəni, şəhidlərimiz üçün olunan, yəni itmir. Bu aydın söhbətdir. Amma mən nəyi demək istəyirəm? Siz onları, bəzən onlardan
inciyirsiniz, küsürsünüz ki bizə niyə gec gəldiniz? Onların da özünün iş planı var. Qoyun onlar o plana uyğun hərəkət eləsinlər. Yəqin ki, hər bir şəhidimiz haqqında film axırda olunacaq. Yəni onlar öz işlərində olsunlar, onlara uğurlar arzulayıram, şəhidlərimizə də Allahdan rəhmət diləyirəm. Sağ olun. Allah köməyiniz olsun Əlağa müəllim. Seymur müəllim bizə nömrələri verir. Bəzən yenə də mən təkid edirəm. Əlağa müəllim neçə illərdir bu işdədir da. Yığıram, bəzən deyirəm ki, Əlağa müəllim siz taparsınız. Bəzən tapmadığımız nömrələri Əlağa müəllim sağ olsun ki, bizim üçün xüsusilə 1-ci Qarabağ şəhid ailələrini tanıdığı üçün, özü döyüşlərdə iştirak elədiyi üçün bizə çox köməkdarlıq eləyir, var olasınız. Mingəçevir Dövlət Universitetinin baş müəllimi, pedaqoq, psixoloq İlham İsmailovaya söz vermək istəyir. Dəyərli şəhid ailələri başda olmaqla bütün tədbir iştirakçılarını salamlayıram. Hər kəs öz sahəsində, yəni şəhidə xidmət eləməlidir. Biz də bir pedaqoq olaraq qarşımızda duran əsas məqsəd gələcəyimizin, yəni müəllimlərinin, xüsusən mən pedaqoji kadrların hazırlanması üzrə işləyirəm. Gələcəyin pedaqoji kadrlarında, yəni şəhidlərimizə dəyər hissini aşılamaq və gələcəyin şəxsiyyətlərinin formalaşdırılmasında şəhid amilindən, şəhid faktorundan, şəhid şəxsiyyətindən düzgün istifadə etməyi. Yəni bu məqsədlə də bu tədbir mənim əlimə çox yararlı gəldi. Yəni sağ olsunlar, bu işə məni də cəlb elədilər. Yəni Humay xanım da qeyd elədi, 6 ildən artıqdır biz bu işin yanındayıq. Bu gənclərə dəstək göstəririk. Tələbələrimizin mən bura gələndən sonra fikir verirəm ki, tamamilə dəyişirlər. Bu tədbirlər həm də onların bir ruhiyyəsinə çox təsir eləyir, çox təsirlənirlər. Yəni, bilirsiniz, söz başqa şeydir, bir də var gələrsən, o süjetləri gözündən görəsən. Bu filmlər elədir ki, bunların baş qəhrəmanı şəhiddir. Burada əsas rollarda şəhid valideynlərdir. Yəni, bunlar hansı çətinliklərdən keçiblər, hansı hissləri yaşayıblar, ora gedən vətənpərvər uşaqları necə tərbiyə eləyiblər, onlar hansı xarakterdə olub, hamısı burada yəni, görsənir. Bəlkə də dünyanın ən məşhur filmlərində nə qədər qrimdən istifadə olunur, nə qədər o aktyoru yetişdirmək üçün nə qədər əmək sərf olunur, amma bunlar real qəhrəmanlardır. Yəni bu günləri mən, məsələn, psixologiyanı tədris eləyirəm, mən şəxsiyyət mövzusunu keçirəm, mən xarakteri keçirəm, mən iradəni keçirəm. Bütün mövzularda, yəni mən şəhid amilindən, şəhid mövzusundan çox istifadə eləyirəm. Buna görə mən şəhid ailələrinə xüsusilə minnətdarlığımı bildirirəm. Biz onlara nə qədər təşəkkür eləsək azdır. Çünki onlar formalaşdırıb bunu. Biz nə qədər elə həmişədən qeyd eləyirik, bir müəllim çətinə düşən kimi, uşaqda bir xoşagəlməz tərbiyəsində qüsur olan kimi deyir, tərbiyə ailədən başlayır. Əlbəttə ailədən başlayır. Yəni şəhidi də formalaşdıran birinci onun ailəsidir. Mən xüsusilə bu günlərim şəhid Arzumanın dəyərli anasının iş yoldaşlarını salamlayıram. Onlara rəhbərlik eləyəndə mən, tələbəm Aydandır. Bugün kollektiv burada iştirak edir, sağ olun. Mən kollektivləri görəndə xüsusilə, yəni onlara hörmətim artır. Çünki harada şəhid ailəsi varsa, valideyni varsa, biz onlara xüsusi hörmətlə yanaşmalıyıq. Çünki həmin şəhidlər həmin ailələrdə formalaşıb. Mən bu günlərin xüsusilə qeyd eləmək istəyirəm. Elnarə yəqin burada da onun qardaşının bugün. Mən Elnarəyə xüsusi təşəkkür eləmək istəyirəm. Niyə? Yəni Elnarə işlədiyi müəssisədə o qədər böyük hörmət qazanır. Bütün şəhid ailələrinin arxasında dayanır. Mən orada fikir verirəm, bir dənə şəhid valideyni o xəstəxanaya düşəndə o hansı emosional məsələyə yanaşır, elə bil ən əzizi gedib ora. Biz hamımız belə yanaşmalıyıq. Bu günlərim amma nə qədər qeyd eləsək də ən vətənpərvər uşaqlarda şəhid ailələrinin içərisindən çıxır. Məktəbdə birdən təbliğ olunur, yəni vətənpərvərlik mövzuları. Görürəm ki, xüsusi seçilən uşaqlar var. Baxıram, ya əmsi şəhid olub, ya dayısı şəhid olub. Yəni hardasa görürsən ki, orada şəhid ruhu var, orada uşağın qanında bir şəhid qanı var. Yəni minnətdarıq sizə. Sağ olun, yaxşı ki varsınız. Allah sizə səbirlər əta eləsin. Sağ olun. İnşallah filmimizi izləyəcəyik, sonra digər çıxışlara yer veriləcək. Bu filmi ərsəyə gətirəndə bir məsələnin də biz şahid olduq. Yəni, Seymur müəllim, biz bilmirdik ki, Mingəçevirdə
1-ci Qarabağ şəhidlərindən 2 qardaş da şəhid var imiş. Azər Mustafayevin qardaşı Arif Mustafayev də şəhiddir və Fəxri Xiyabanda ikinci şəhidlər dəfn olunan xiyabanda dəfn olunub. Bu layihədə biz onu bildik. Yəni bu da elə bir ki, ilk dəfə bizim layihədə işıqlandırılmış olacaq. Allahdan rəhmət edirik bütün şəhidlərimizə. İnşallah filmimizi izləyək, sonra inşallah çıxışlara yer veriləcək. Bugünkü çəkilişimizi biz 1994-cü il Mingəçevirin iyul şəhidləri və 44 günlük müharibə zamanı şəhid olan Ərzuman Osmanovun həyatına həsr eləmişik. Arzularımız var idi, çok hamımızın, anamın da, atamın da, bacımın da, hamımızın. Özünün sevdiği de var idi. Taze bir vətənpərvər oğlan. Həqiqətən də vətənpərvər oğlan. O yaralandı, getdi, döyüşdə yaralandı. Getdi, Papanide yattı, qayıtdı, gəldi, bir də getdi döyüşə. Hər vardı sevgi qardaşın toyuna xonça tutsun. Bir adam yoktu, deyip beni çıkartmayın, gidin. Başka yaralıları çıkarttı. Allahdan rəhmət edirik bütün şəhidlərimizə. Allah səbir versin inşallah əzizlərinə. Mən də klipi sizlə bərabər izləyirəm. Pünhan müəllimin bu layihədə çox əziyyəti var. Gecə saat 2-nin yarısında bitirib klipi. Hər detallarını bir-birimizlə yazışırıq. Yəni gecə saatlarına qədər ki, yəni ata da istəmişdi ki, onun adına bu musiqi bəstələnib, o musiqi ifasında olsun. Elə çıxış vermək üçün sözü ilahiyyatçı qardaşım Pünhan müəllimə vermək istəyirəm. Bismillahirrahmanirrahim. Değerli şəhid ailələri, değerli tədbir iştirakçıları, Allah hər birinizdən razı olsun gəldiyinizə görə, iştirak etdiyinizə görə. Biz şəhərdə yox idik, 5 gün idi, Bakıdan təzə gəlmişdik. 2 günə həm hazırlamışıq, gecə saat 3-də qutarmışıq bu hazırlayıb masaya. Bilmirəm nə qədər razı qaldınızsa. Biz şəhidləri çəkəndə şəhidlərin tanışılıq yaxınlıq. Şəkillərdən tanımaq olmur, həqiqətən. Amma bəzi şəhidləri tanıyırdıq, amma çoxsunu demək olar ki, tanımamışıq və bu layihədə tanımışıq. Mənə maraqlı gələn şəhidlərdən biri də Aliç olub, həqiqətən. Və bu layihədə lap tanıdım. Cavab müəllimə mesaj yazmışdım ki, yəni şəkildəki deyil, bəlkə klipdə hiss elədiniz. Şəkildə tam başqadır, həyatda anası dediyi ki, mülayim, belə mənə bu təəssüratı bağışladı. Allah şəhidlərimizin ruhunu şad eləsin və ən böyük arzumuz, mənim ən böyük arzum axirətdə onları görməkdir, hamısını. Çünki belə qiyabi tanış olmuşuq videolardan həqiqətən əminəm. Düşünürəm ki, görüşəcəyik inşallah. Allah şəfaətləri nəsib eləsin bizə. Çox sağ olun. İlhamə müəllimə qeyd elədi, şəhidimizin anası 3 nömrəli körpələr evində çalışır. Oranın rəhbəri Aydan müəllimə buradadır, ona söz vermək istəyirik bir neçə kəlmə. İlk öncə deyim ki, əziz şəhid anaları, ataları, bacıları, həqiqətən sizlərin qarşısında söz demək mənim üçün çox çətindir. Bugünkü gün biz bu film izləyəndə həqiqətən
çox dərin hisslər yaşadıq. Bugün əgər biz buradayıqsa, burada əgər bu tribunada söz deyiriksə, onların sayəsində deyirik. Mən özümlə bir şəhid bacısıyam və sizlərin hər birinə səbirlər arzulayıram. Onlar zirvədədirlər. Allah rəhmət eləsin. Mən şəhid ailələrinə dedim, yəni çıxış eləmək üçün dedilər ki, bizə söz verməyin. Bəli. Bəli, buyurun. Çox üzr istəyirəm hər birinizdən. Mən bura plansız çıxmışam. Bütün şəhid valideynlərin əllərindən öpürəm. Allahdan sizə səbir, təsəlli, təskinlik ruhu arzulayıram. Bir kəlmə söz deyirəm. Yəni mən şəhid yox, itkin bacısıyam. Həmişə mənim mamam kimə cavan evladı itərdisə, həmişə onlara özünü misal gətirib, onlara təsəlli verməyə çalışırdım. Şəhidimizin adını da deyin. Görən bu şəhid Əhmədov Rəfail Yaşoğlu. Mənim anam gözü yolda qaldı. Mən sizə bir dənə təsəlli vermək istəyirəm. Şükür Allaha ki, məzarınız var. Ürəyiniz istəyəndə, yəni gedib... Kaş ki, mən arzulayıram ki, mən də qardaşımın məzarı olardı. Anamın gözləri yolda yığılardı, eləcə də atamın. Mən sizə bir dənə arzum odur ki... O deyir ki, cənnəti, o gözəl cənnəti nə göz görüb, nə insan qulağı, nə insan gözü görməyib. Hər birinizə arzum odur ki, evladlarınızla o cənnətə qovuşasınız. Çox sağ olun. Son zamanlar həqiqətən itkinlərimiz tapılır. Biz də dua eləyək ki, inşallah bütün itkinlərimiz tapılsın. Şəhidimiz Aydının yoldaşıdır, onun da yoldaşı itkindir. İnşallah tapılar. Burada elə itkin yolu gözləyən anamız var ki, o sevindi. Balası Şahin gəldi. İnşallah o birlər də gələr. Tezliklə. Yəni, Allah hər birinizə səbir versin, Allah dözüm versin. Bununla da yekunlaşdırırıq tədbirimizi. Allah inşallah ömür versə, gələn ayda tədbirlərimiz davam eləyər. Allah şəhidlərimizin ruhunu şad eləsin. Bir elanı da nəzərdə